Bir insanın o simasının, xarakterini hardan o tanımaq olur da. Xidmət sektorunda işləyən insanlarla o necə davranırsa, xidmət sektoru nədir? Ofisantdır, satıcılardır və yanacaq doldurma mərkəzində işləyən insanlarla o necə rəftar edirsə, onun xarakterindən söhbət gedir də, yəni iç dünyasını göstəricisi odur. Yəni Aspetrolun əməkdaşları da motivatora baxır. Motivatora. Adın nə oldu? Pərviz. Şad oldu sənə, sağ ol. Mən ümumiyyətlə, niyə görə bunu deyirəm? Mən özüm 4 il ofisant işləmişəm. Və kənardan görəndə ki, ofisantla hansısa bir insan pis rəftar eləyir, mən həqiqətən ona dözə bilmirəm. Bir dəfə dostumuzla restoranda oturmuşduq, toy idi desən, Çallıq evində. Gördüm ki, ofisantla pis davranır. Məsələn, bu niyə belədir, kababın tikəsi niyə 2 dənədir, əslində 3 dənə olmalıdır. Və dedim, bala, sən bundan niyə belə davranırsan ki, bu ofisantdır. Bunun burada günahı yoxdur. İkincisi də mən özüm ofisant olmuşam və özün olmamısansa, sabah sənin oğlun, yaxın adamın bunun yerində ola bilər də. Ona görə mənimlə gəlir ki, xidmət sektorunda işləyən insanlarla daha yaxşı davranılmalıdır ki. Çünki bilmək olmaz sabah kimin qisməti necə olacaq, kim harda olacaq. İnsanın imkanına görə və tutduğu mövqeyə, vəzifəyə görə qiymətləndirməyin. Həyatın işini bilmək olmaz. Ola bilər ki, həmin adam gələcəkdə sənin övladının, sənin yaxının müdür olsun. Yaxud hansı bir sən çətin vəziyyətə düşəsən, hardasa da sənə maddi dəstək olsun.